Salam aleykum. Qurani Kərimdə bəyan olunan bu 6 vəd həm dünyəvi rifahın, həm də mənəvi hüzurun düsturudur. Allahın 6 vədi. 1. Şükr etməyin qarşılığı. Əgər şükr etsəniz, sizə nemətimi mütləq artıraram. İbrahim surəsi 7-ci ayə. İnsan əlində olanlara görə minnətdarlıq etdikdə, Allah həmin nemətlərin həm miqdarını, həm də mənəvi bərəkətini çoxaldır. 2. Zikr etməyin qarşılığı. Siz məni xatırlayın ki, mən də sizi xatırlayım. Bəqərə surəsi 152-ci ayə. Bəndə Allaha dua, ibadət və zikirlə yaxınlaşdıqda, Allah da çətin anlarında və rəhməti ilə həmin bəndəni xüsusi olaraq himayə edir. 3. Dua etməyin qarşılığı. Mənə dua edin, mən də sizin dualarınıza cavab verim. Qafir surəsi 60-cı ayə. Allah bəndələrindən istəməyi sevir və hər bir səmimi müraciətin qarşılığını mütləq həmin an və ya xeyirli olan zamanda verir. 4. Tövbə və istiğfar qarşılığı. Onlar bağışlanma diləyərkən Allah onlara əzab verən deyildir. Ənfal surəsi 33-cü ayə. Səmimi qəlbdən edilən tövbə və bağışlanma diləyi insanı həm dünyada, həm də axirətdə gələ biləcək bəla və cəzalardan qoruyan bir qalxandır. 5. Allahın dininə yardımın qarşılığı. Ey iman gətirənlər, əgər siz Allaha, Allahın dininə kömək etsəniz, o da sizə kömək edər və qədəmlərinizi möhkəmləndirər. Muhammed surəsi 7-ci ayə. Bu ayədə Allaha kömək etmək nə deməkdir? Şübhəsiz ki, Allahın köməyə ehtiyacı yoxdur. Burada söhbət Allahın buyurduğu haqq yolu, ədaləti və onun dinini, dəyərlərini yaşamaqdan və yaymaqdan gedir. 6. Təqvalı olmağın qarşılığı. Kim Allahdan qorxarsa, təqvalı olarsa, Allah ona çıxış yolu göstərər və onu gözləmədiyi yerdən ruziləndirər. Təlaq surəsi 2 və 3-cü ayələr. Təqva, insanın Allahı daim nəzərdə tutaraq günahlardan çəkinməsidir. Belə insan çıxılmaz vəziyyətdə belə Allah tərəfindən gözlənilməz qapılarla xilas edilir və ruziləndirilir. Həyatın sınaqları qarşısında insan bəzən özünü tənha və çarəsiz hiss edə bilər. Lakin Yaradanın bizə olan vədləri hər bir qaranlığın sonunda bir işıq, hər bir çətinliyin daxilində bir asanlıq olduğunu müjdələyir. Doyulurmu Muhammed Mustafa'ya?